Əziz dostlar, dəyərli izləyicilər, Reaksiya TV-nin efirində saat 19 olan canlı yayın buraxılışımızdır. Hamınızı salamlayıram və öncədən xahiş edirəm ki, yayımı bəyənib paylaşasınız ki, daha çox şəxs tərəfindən izlənilə bilsin. Demək, bugün səhəri yenə problemlərlə açdıq. Baxmayaraq ki, bir neçə ay bundan öncə də yağıntılar olmuşdu belə, aşırı yağıntı və nə qədər problemlər olmuşdu, hətta həlak olanlar var idi. Biz elə düşünürdük ki, artıq aidiyyatı qurumlar nəticə çıxardıblar və bu problemlərin qarşısını almaq üçün əvvəlcədən tədbirlər görüblər. Baxmayaraq ki, bir neçə gün idi ki, hava haqqında proqnozlar verilərkən SOS həyəcan siqnalı çalınırdı. Amma səhər açıldı, yenə baxdıq, indi göstəriləcək ki, şəhər hansı vəziyyətə qaldı yenə. Ümumiyyətlə, bu şəhərin kanalizasiya sistemi necə qurulub, nətər qurulub, niyə şəhər bu vəziyyətdədir? Bundan da çox pis qış yaşayan ölkələr var. Niyə onlarda bu cür fəsadlar yaranmır? Amma bizdə bir gün yağış yağarsa, bütün şəhəri su basır, hərəkət iflic vəziyyətə qalır, insanlar əziyyət çəkirlər. Hələ mən bugün səhər saatlarında eşitdim ki, bir neçə yerdə elektrikin verilməsində fasilələr yaranıb. İnsanlar fəryad edirlər ki, bu nədir? Bir yağış yağan kimi biri elektrik kəsəcək, biri qaz kəsəcək. Biz hansı devirdə yaşayırıq, hansı əsrdə yaşayırıq ki, bunu çox önəmlidir. Mənə belə gəlir ki, əziz dostlar, siz də yazın problemlərinizi, hansı bölgədə izləyirsiniz, sizin hazırda hansı problemləriniz var orada, biz də onları səsləndirməyə çalışacağıq. Yaxın dəqiqələrdə bu və digər mövzuları müzakirə edirik. Turan Hərəkatının başqanı Candar Bayoğlu ilə. Hər vaxtınız xeyir Candar bəy. Xoş görüşdük Candar bəy. Hər kəs salamlayıram. Deməli Candar bəy, verilişimiz siyasidir, amma siyasi həm də sosial deməkdir, həm də sosium deməkdir. Çünki insanlar baxın, bir gün yağış yağır, biz niyə bu vəziyyətə qalırıq? Bax, bunu anlamaq istəyirəm. Bu günləri hətta bir göstərdilər, haradasa bir ekskavatorda... Dünən, elə bugün olub. Bəli, bugün. Aşırı sürücüsü həlak olub, yaralananlar var. İsmailli yolunda, bəli. çaylarının birində. Bu nədir, mən başa düşmürəm. Niyə bu aidiyyət... Yol idarəsi işçisi. Bəli. Belədir Zahir bəy, bilirsiniz, bu ekstremal situasiyalarda dövlətin altyapısını və nə qədər çətinliklərə hazır olduğunun sübut ortaya çıxır. Hadisələr də göstərir və bugünkü həm şəhərdə kanalizasiya sistemində su axımında olan ciddi sorunlar, işıq söndürmələr, qaz söndürmələr və eyni zamanda işçilərin təhlükəsizlik qaydalarına əməl etmədən istismar edilməsi insan fəlakətinə gətirir, böyük Azərbaycana ziyan vurur. Mən hesab edirəm ki, bu yağış nəinki Azərbaycana bir dövlət olaraq bir neçə milyon, bəlkə də 10 milyonlarla zərər vurmuşdur. Bir o qədər də vətəndaşlara zərər dəymişdir. Çünki bunların hesabatı niyə aparılmır, maraqlıdır. Mən indi su sayəsində, xüsusilə şəhərdə gölməçələr, sanki bir dəniz var. Bunlardan danışırıq. Azərbaycan 30 ildir bağımsızdır. Ən çox investisiya ayırdığı, ölkəni borclu edən qurumlardan biri Azərsu agentliyi, bugün su agentliyi sayılır indi. Amma əslində bura hər zaman Azərsu açıq səhmdar cəmiyyəti olub. Açıq səhmdar cəmiyyətin də ən çox deyək ki, kreditlərin ayrıldığı, dövləti borclu alan dövrü bundan öncəki Qorxmaz müəllimin dövründə olub. Bilirsiniz, 2 milyarda yaxın mətbuata gedən yazılara görə oraya investisiya ayılıb və həmin investisiyaların sayəsində ölkənin acı durumu budur. Halbuki ki, o rəqəmə... Onun dövründə daha yaxşı idi, deyərdim. Yox, orada sistem düzgün qurulsaydı Zahir bəy, yəni xərc, ayrılan çox xərc olub, 2 milyarda hələ yoxdur. Söhbət ondan gedir. Bu, ora ayrılan dövlət xərci doğru və düzgün sərf olunsaydı, o qədər yeyintilər olmasaydı, hələ biz bildiyimiz budur, görün başqa nə kimi orada yeyintilər olub, bugün ölkədə belə bir sorunlar olmazdı.
Sandar bəy, onun indi getdiyi 1-2-3 il var. Yox, ildən söhbət getmir. Mən yeni gələn adam altyapını düzəldərdi də. Yox, Zahir bəy, mən dedim ki, ən çox investisiya ayıran dövrdən danışıram sizə. Son dövrlər... Bax, bir neçə ay bundan qabaq hadisə oldu da. Niyə tədbir görmədilər? İndi mövzu ondan gedir ki, Zahir bəy, indi də Azərsunun özündə və bütün su agentliyində belə götürək, kadrların təyinatında və ortada olan problemlər artıq mən hesab edirəm ki, yaxın gələcəkdə dövlət səviyyəsində müzakirəyə çıxarılmalıdır. Və bu Azərsunun bugün yaratdığı problemlər və bütünlə su agentliyinin yaratdığı problemlər üzə çıxmalıdır və ən azından sorumlu adamlar cavab verməlidir. Hər kəs də cəzalanmalıdır. Mən niyə keçmişlə indini müqayisə etmək istədim? Keçmişdə olan bu yeyinti, cinayət böyük məbləğlərdən gedir. Qarşılığında heç kim cəzalanmayıb, az bir adam. Aşağı səviyyədə cəzalanmalar var. Amma bugün dövlətin böyük mənada və millətin cibindən çıxan, onların malı olan sərmayənin vəsaitin darmadağın edilməsi böyük bir cinayətdir. O cinayətdə hələ məsuliyyət daşıyan yoxdur. Cinayətkar məsuliyyət daşımırsa, daha başqa cinayətlərin baş verməsinə səbəb olur. Bu gün də baş verən cinayətlər əvvəlki cinayətlərin cavabsız qalmasından qaynaqlanır. Və sabahda başqa cinayətlər törənəcək bugünkü cinayətlərə görə. Və zəncirvari davam edəcək. Altyapıda bilirsiniz ki, bir ölkənin, bir şəhərin ən ciddi sorunlarından biridir. Altyapısı olmayan şəhər və ölkə darmadağın olunmuş şəhər və ölkə sayılır. Mən indi bugün su agentliyini, rəhbərliyini mən hesab edirəm qısa zamanda xalqa hesabat verməlidirlər. Və mən daha ciddi onlarda qanun pozuntuları olduğunu müşahidə edirəm. Bilgilərim də var. Mən də öz bilgilərimi yaxın günlərdə bölüşəcəm. Bugün başları qarışıb suya, deyək ki, ayrı yerlərdən nöqsanları da qaldırmaq hələlik o haqda üstlərinə yerimirəm, amma yaxın günlərdə biz bu məsələni ayrıca bir mövzuya çevirərik. Mən hesab edirəm ki, bu hökmən həll olunmalıdır. Digər tərəfdən, Zahir bəy, bilirsiniz ki, bununla yanaşı dolandırıcılıq da var. Qəsdən problem yaradan qüvvələr də var, bilinçli. Kim kimisə vurmaq istəyir, kimin kimlə xoşu gəlmirsə, həmin adama qarşı həm də sapadajla məşğul olurlar, müəyyən qüvvələr. Mən indi bunu Azərsuya aid etmək istəmirdim, amma xüsusilə bugün çox ciddi bir cinayətlə üzləşmişəm özüm və xəbərim var. Azər Enerjidə. Xüsusilə Azər Enerjinin Sumqayıt mərkəzli elektrik stansiyasının tabeçiliyində olan yarım stansiyalarda böyük cinayətlər baş verir. Yağış yağdığına görə bilinçli olaraq bütün elektrikləri kəsiblər sanayi bölgəsində. Və elan ediblər ki, böyük dağıntı var, böyük qəza var, onun qarşısını alır. Məlum olub ki, bəli, bir neçə yerdə xırda, müəyyən bu və digər qəzalar olub. Bu qəzaları bəhanə edərək bütün bölgənin işıqlarını söndürüblər. Birinci, işıqların söndürülməsi dövlətə böyük zərərdir. İkinci, sənaye obyektlərinin işləməməsi böyük zərbə vurub. Bugün Azər Enerjinin tərkibində olan ayrı-ayrı qurumlar, stansiyalar və yarım stansiyalar, mən hesab edirəm ki, dövlətə milyonlarla ziyan vurmuşdur. Bugün əhali də əziyyət çəkmişdir. Dövlətdən narazı salınmışdır. Bugün vətəndaş işığı söndürülürsə və o tez bir zamanda bərpa olunmursa və eyni zamanda bu bərpa olunmaq suni sürətdə həyata keçirilirsə, deməli dövlətin içərisində dövlətə qarşı təxribat qüvvələri hər sahədə çalışır. Azər Enerjidə bugün bir sıra problemlər özüm müşahidə etdiyimə görə Azər Enerjinin mətbuat katibi, hər halda İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdürü Teymur Abdullayevlə mən əlaqə saxladım. Bir sıra nöqsanları dilə gətirdim və məlum oldu ki, mən danışıqlarla bunu anladım ki, demək istəyirlər ki, biz beləyik, siz kimsiniz? Yəni, hətta o qədər. Mən onlarla bildirdim ki, bilirsiniz, mən istəmirəm bu məsələləri ictimailəşdirim. Amma çox istəyirəm ki, bunun qarşısını alasınız. Və mən onu anladım ki, mənə demək istədilər ki, biz bildiyimiz eləyəcək, sən heç kimsən.
Və bununla yanaşı mən... Çox qəribədir Candar bəy, davam eləyəcək elə oradan davam eləyirik. Bu nədir, mən başa düşmürəm. Bu bəzi adamlarda, xüsusilə bu bəzi dövlət qurumlarında insanlara deyir ki, mən o dünən də bir nəfərlə rastlaşdım, bir şikayət olub, deyir, gedib şikayət edirəm icra hakimiyyətinə. Deyir, get hara istəyirsən şikayət elə. Hara istəyirsən. İndi sizə eyni şeydir. Sumqayıt mərkəzli stansiyanın rəhbəri mən bildiyimə qədər Xəndam müəllimdir. Xəndam. Vəndam deyil, Zahir bəy, Xəndamdır. Sumqayıt elektrik stansiyasının böyük, yəni mərkəzi stansiyadır orada. Onun yanında da yarım stansiyalar var. Yarım stansiyanın rəhbərləri var. Bir çox sahələrdə, ərazilərdə. Onlar bütün işıqları söndürürlər. Bölgədə olan sənaye obyektlərinə böyük zərbə vururlar. İstehsalı dayandırırlar bir. Vətəndaşla müəssisələri üz-üzə qoyurlar. Həm dövlət burada ciddi sürətdə itirir, həm də ki, vətəndaş cibindən küllü miqdarda fərqli yollarla öz işini qurmaq üçün ki, yollar axtarır və nəhayət məlum olur ki, Zahir bəy, bunlar sənaye obyektlərindən pul yığırlar. Bəli. Ki, sizin işığınızı düzəldəcək, bu qədər xərci var, yollar kəsilib. Mən bu haqda Teymur müəllimə bilgi bildirmişəm. Hesab edirəm ki, baba müəllim Teymur Abdullayevi yanına çağırıb, bu haqda bilgi ala bilər. Xəndam bəyi də çağıra bilər. Yarım stansiyalarda kimlər, nə işlər görür, bu haqda mən də müəyyən bir toplantıları olarsa, dəvətli olaramsa orada iştirak edib, detaylı kimlər nə ilə məşğul olub haqda bilgi verəcəm. Əks halda, təbii ki, mən hesab edirəm ki, bu məsələ qısa zamanda həllini tapmasa Zahir bəy, biz özümüz o geniş bir reportajla bağlı sahələrə çıxmağa məcbur olacaq. Hansı əməlləri yerinə yetirirlər? Sənaye obyektlərinin işıqlarını necə söndürürlər, necə yandırırlar, sonra sənaye obyektlərindən necə pullar tələb eləyirlər, böyük ziyanlar vururlar, istehsalı dayandırırlar. Bilirlər ki, bu sahədə istehsal dayanmaq istəməyəcək, istehsalçı hər cürə vəsait sərf etməyə hazır olacaq ki, öz işığını bərp elətdirsin, onlardan küllü miqdarda pul alırlar. Mən hesab edirəm ki, dövlətin xüsusi qurumları da bu sahəyə artıq ciddi yanaşmalıdırlar. Bu cürə dövlətə və millətə qarşı olan sabotajların qarşısı alınmalıdır. Yarım stansiyaların rəhbərləri xüsusilə mən bilmirəm, onlar həm vətəndaşı dövlətə qarşı qoyurlar, həm böyük ziyan vururlar. Heç görünməz ziyanlar da. Gecə evində rahat yatırlar, qazandıqları pulları saynaqla məşğuldurlar ki, bu gün nə qədər mən qazandım. Bunlar İki halda böyük cinayət edirlər. Bir neçə halda belə götürək. Eyni zamanda həm də mən bilmək istəyirəm ki, Azenerjinin rəhbəri baba müəllimi mən bugünkü müşahidəmlə gördüm Zahir bəy. Hesab edirəm ki, sorumludur. Bütün məsuliyyət onun üzərinə gəlir, fikir. Amma mən hesab edirəm ki, onun qurumunda onun əleyhinə işləyən böyük, ayrı-ayrı kiçicik rəhbərlər var. O rəhbərlər kənar qüvvələr tərəfindən idarə olunur. Görünür, kimisə yıxıb, kimisə yerinə gətirmək üçün hər cürə pisliklərə və təxribata gedə bilirlər. Bu baxımdan baba müəllimin ciddi ölçü götürəcəyinə inanıram. Məhz bu gün bu problemlər üzə çıxarıb, eyni zamanda mən belə hadisələrin baş verməyini də ölkə üçün ciddi siqnal kimi dəyərləndirirəm və hesab edirəm ki, belə hadisələr olmasa, təbii hadisələrdən söhbət təbii ki edir. Bu cürə ölkədə olan naqisliklər üzə çıxmaz. Ayrı-ayrı lokal cinayətlər eləyə bilərlər, amma kütləvi cinayətlər edə bilməzlər. Bəli, əziz dostlar, dəyərli izləyicilər, yayımımız davam edir. Yayımı bəyənib paylaşmağınızı xahiş edirəm və aidiyyatı qurumları da görevə dəvət edirik ki, vətəndaşlara xidmət edəsiniz. Vətəndaşlar müraciət edəndə deməyəz ki, gedin, hara istəyirsən şikayət edin. Bunu deyən adamlar, bu sözü işlədən adamlar məhz bu dövlətə və dövlətin başçısına xəyanət edən adamlardılar. Çünki dövlətinə, dövlət başçısına, onun etimadına sadiq adam bu ifadəni işlədib vətəndaşı dövlətdən narazı salmamalıdır. Edirsə deməli xəyanətkardır, xəyanətin içindədir. O adamların özünü araşdırmaq lazımdır ki, onlar hara işləyirlər, kimə xidmət edirlər. Əziz dostlar, dəyərli izləyicilər, bir məlumatda təkrar diqqətinizə çatdırıram. Məlumunuz olduğu kimi biz ötən dəfə bu haqda danışdıq. Bizim həmkarımız, əzizimiz Əvəz Zeynalının həbsxanada xərçəng xəstəliyinə yoluxması ilə bağlı
Bu gün də ailəsindən məlumat aldıq ki, artıq onun xəstəliyi ilə bağlı azad olunması üçün məhkəməyə müraciət edilib. Məhkəmə işi icraata götürüb. İndi görək işə nə vaxt baxacaqlar. Nə qədər tez olsa, nə qədər tez baxılsa, nə qədər tez azadlığına qovuşsa, o qədər də tez müalicəsinə başlanılacaqdır və Allahın izni ilə tezliklə şəfa tapacaq və yenidən aramıza qayıdacaqdır. Deməli, Cahandar bəy, davam edəkmi? Mən Əvəz bəy, Zahir bəy, həssas bir təbii ki, məqama toxundunuz. Əvəz bəy ikinci dəfə həbs olunub, bilirsiniz. Birinci dəfə də 9 il almışdı, 3 il yatdı. Bəli, o yadında deyil. Və 3 il yatıb. Və təbii ki, onda da dövlət başçısının birbaşa təşəbbüsündən cəzaevindən çıxmışdı. İkinci dəfə də təbii ki, bir qəza yaşadı. Əvəz bəyin həbs olunması, qəza yaşaması, indi də sağlığında yaranmış sorun, təbii ki, mənim üçün, Azərbaycan üçün intellektli bir jurnalistin, aydının millətə fayda verməsindən məhrum olunması deməkdir. Hansı səbəblərdən həbs olunub, o da onu və həbs olunaraq fəaliyyətdən məhrum olması, öz potensialını milli dövlət quruculuğuna sərf etməyə layiq bir insanın bugün həm bütün proseslərdən kənar düşməsi, bugün də sağlığında problem yaranması təbii ki, hər kəsi incidir. Mən onun həbs olunanda anasını açıqlamalarını gördüm. Bir Azərbaycan anasının, bir Azərbaycan qadının nə qədər qürurlu, dəyanətli olduğunu mən onda hiss etdim və hesab etdim ki, məhz o anıya görə hər cür fədakarlıq etməyə dəyər. Çünki o bizim hər birimizin bir anasının obrazı idi. Eyni zamanda mən Əvəz bəy bilirsiniz, gəncliyindən hələ əskərliyini təzə çəkib, universitetə qəbul olunan gün Bakıya imtahan verməyə gələndən tanıyırdım, atasından gəlmişdi. Azərbaycan Xalq Cəbhəsinin qərargahında Elçi bəy o zaman Türkiyə tələbələr göndərilməyə artıq bir qərar vermişdi, Türkiyə tərəfindən belə bir razılıq olmuşdu. Əvəz bəy də imtahana gəlmişdi. Mən onda onu, təbii ki, siz Əvəz bəy biraz fərqli görmüş. Onda cılız bir 21-22 yaşı olardı. Əvəz bəy vardı. Atası zəhmətkeş bir kişi idi. O da müəllim idi. Dünyasını dəyişib, Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Mən onda danışıq əsnasında bunların Elçi bəylə görüşünü təşkil elədim atasının. Və gerçəkdən də Əvəz bəy istedadlı bir gənc kimi sınavdan keçdi və Türkiyədən Ankara'da oxumağa getdi. O dövrdə mən onun intellektli, bacarıqlı adam, gənc və bir Azərbaycanlı, bir türk olduğunu görürdüm, bilirdim. Mən hesab edirəm ki, belə bir gənc Türkiyədə təhsil alandan sonra Azərbaycan üçün çox yararlı olacaq və hesab etmirdim, düşünmürdüm ki, bizim gənclərimiz zaman-zaman ayrı-ayrı sorunlardan, ayrı-ayrı deyək ki, fitnəkar güclərin, fitnəkar fəaliyyətlərin nəticəsində ictimai-siyasi həyatdan, ailəsindən ayrı düşəcəklər. Amma bugün maalesef belə bir durum yaranıb və xəstə olmağa da təbii ki, hər kəsi incidir, hər kəs biraz duyğusallanır. Mən buradan da Azərbaycan Cumhurbaşqanı Sayın Əliyevə müraciət etmək istəyirəm ki, Sayın Cumhurbaşqanımız bugün bir Azərbaycan aydınının cəzaevində xəstə bir durumda olması təbii ki, siz də qəbul etməyəcəksiniz. Qısa zamanda Əvəz bəyin sağlığına qovuşması üçün, müalicəsi üçün evində olması və ailə qayğısına ehtiyac olduğunu düşünürük və sizdən də Əvəz bəyin azadlığı üçün hər cürə çaba göstərməyinizi istəyirik və inanırıq ki, Cumhurbaşqanımız bu addım atacaq. İnşallah, inşallah biz bu müraciət etmişik, təkrarlayırıq bir daha. Təbii ki, bu tezliklə müalicəsinə başlaması üçün azad olmasını arzu edirik, xahiş edirik. İnşallah ki, müsbət bir nəticə olar və bu müsbət nəticəni də sevinərək sizinlə bölüşərik. Daha sonra isə mən inanıram ki, müalicəsi dərhal başlayarsa, nəticələr müsbət ola bilər, yəni müsbətə doğru dəyişə bilər. Əziz dostlar, dəyərli izləyicilər, yayımımız davam edir. Cahandar bəy, bu günləri təkcə Azərbaycan mətbuatında deyil, Türk mətbuatında da bax, Hüseyin Elsəvər yazır, elə sizin sualınızı verirdim. Yazır ki, Zahir bəy, zəhmət olmasa Cahandar bəyə Türk Dövlətləri Birliyinə xəyanət edən dövlət başçıları haqqında sual verin. Elə onu indi deyirdim.
Cahangir bəy, Türkiyə mətbuatı, Azərbaycan mətbuatı bunu müzakirə edir ki, Orta Asiya cümhuriyyətləri, Türkistan cümhuriyyətləri söhbət üçündən gedir. Hətta dördüncü də o Səmərqənd anlaşmasına qol çəkib. O Qazaxıstan, Qırğızistan, Türkmənistan, Özbəkistan. Türkiyəyə xəyanət etdi deyirlər. Türkiyəni satdı deyirlər. Belə bir ifadələr işlənir. Mən istəyərdim bu məsələyə siz geniş şəkildə bir aydınlıq, açıqlama gətirəsiniz ki, bu 4 türk dövləti nə etdi? Hətta diqqət edirik ki, bunlar Antalya Diplomatiya forumunda da iştirak etmədilər. Nə baş verdi? Türk Dövlətlər Təşkilatını kim kökünü qazmağa və laxlatmağa, dağıtmağa çalışır? Zahir bəy, siz də nəticədən və sorunun səbəbləri haqqında maraq etdiniz, sorğu verdiniz. Mən də ilk sonluq nəticə haqqında danışıb, sorunun səbəblərini haqda izah vermək istərdim. İlk öncə onu bildirim ki, Türkistan, Türk Cumhuriyyətlərinin dövlət başçıları əslində nə millətimizə, nə də dövlətlərimizə xəyanət etməmişdilər. Onlar ilk növbədə xəyanəti özlərini ediblər. Mən belə qısa bir ifadə işlədə bilərik ki, onlar öz ayaqlarına sıxmışdılar tapanca ilə. Öz ayaqlarını vurmuşdular. Özlərinin oturduğu masanı... Özləri o zaman topal etmişdilər deyirsiniz. Artıq öz ayaqlarına sıxmışlar. Türkiyədə belə bir ifadə var. Və eyni zamanda bunlar artıq özlərinin oturduğu koltuğu artıq itirmək qərarına gəlmişdilər deyə bilərik. Çünki bugün bu addımı atmışlarsa, buradan belə xəbər çıxır, belə bir anlayış çıxır ki, bunlar ən dar momentdə böyük millətimizi və siyasi hədəflərimizə arxadan vura bilərlər, xəyanət edə bilərlərmiş. Bəlkə də ən yüngülü baş verdi ki, biz gələcəkdə nələri doğru və düzgün edə bilərik, hansı addımları atmalıyıq, o haqda daha ciddi qərarlar verək, düşünək, doğru və düzgün addımlar ataq. Mən hesab edirəm ki, gerçəkdən də Türkistan, Türk dövlətlərinin ilk növbədə Kıbrıs Yunanında biz belə deyirik, bir böyük elçilik açmaları, özəlliklə ilk olaraq Qazaxıstan, Tokayev liderliyində, sonra Türkmənistan və Özbəkistanın bu addımları atması və bundan sonra da ayın 4-də Səmərqənd sammitində Avropa Birliyinin Orta Asiya adı altında belə onlar elə keçirir. Dövlətləri ilə əməkdaşlıq forumu gerçəkləşdiriblər və həmin forumda Türkistan dövlətlərinin, Türk dövlətlərinin özəlliklə bir də Tacikistan ora daxil müzakirələr aparılıb, gələcəkdə necə əməkdaşlıq eləyərik. Bunlar öz əməkdaşlıqlarını bildirmək üçün birbaşa Kıbrıs Türk Cumhuriyyətinin varlığını də inkar ediblər və bildiriblər ki, bəyannamədə ada Yunanistanındır, Yunan adasıdır, Yunanistan yer, Kipr Yunan dövlətinindir. Və eyni zamanda bilirsiniz, Kipr Yunan dövləti adında bir qurum Avropa Birliyinin üyəsidir. Və bu bəyanatı verməklə Avropa Birliyinin Fransa liderliyində bugün mövqelərinə daha xoş gəlmək üçün, güya Avropa Birliyi bunları dəstəkləyəcək anlayışı orada olmaq üçün, bunlar elə bir addım atıblar ki, həmin addımda bilirsiniz, 74-cü il bizim bağımsızlıq hərəkatımız Kuzey Kıbrıs Türk Cumhuriyyətində böyük lider Rauf Denktaşın öncülüyü ilə həyata keçiriləndə Türkiyə Cumhuriyyəti orada soydaşlarımızın soyqırıma məruz qalmasının qarşısını alanda əskəri güc, hərbi güc birləşdirməklə soydaşlarımızı xilas etdiyi bir zamanda Türkiyə Cumhuriyyəti dünya qafa tutub soydaşlarımızı müdafiə etdiyi bir halda bugün siz rahat oturduğunuz bir zamanda 30 il bağımsız yaşadığınız bir dövrdə əvvəlki dövrlərdə Yunan Kiprini tanımadan bugün Türkiyə üçün, Türk dünyası üçün həssas bir dönəmdən keçdiyimiz zamanda siz böyük bir xəyanətə əl atmışsınız və bu xəyanətin də əsas özəlliyi odur ki, bilirsiniz, BMT-nin 441-550-ci maddələri var. Həmin maddələrə görə Kıbrısın bütöv tanınır, Kıbrıs, Kipr belə deyək, onların təbirində və həmin anlaşmaya görə
bugün Türkiyənin orada o varlığı qanunsuz sayılır, onların anlayışında. Baxmayaraq Türkiyə orada deyək ki, qarantor dövlət kimi iştirak edir ki, soydaşlarımız öldürülməsin. Cumhuriyyəti quran, elan edən yerli xalqdır. Bəli. Türkiyə Cumhuriyyəti sadəcə onların güvənliyi üçün oradadır. Bunlar Türkiyəni belə bir siyasi fikir yaratmağa çalışırlar ki, işğalçı kimi. Halbuki Türkiyə işğalçı o zaman ola bilərdi ki, Rusiya kimi Donetskdə və digər yerlərdə o bölgələr özünə qatardı. Türkiyə zaten Kıbrıs Türk Cumhuriyyətini özünə qatmayıb ki. Xalq özünün bağımsızlığını və idarə etməsini seçib, müəyyən edib, Türkiyədə onun qarantorluğunu üzərinə götürüb ki, orada soyqırım olması, insan kütləvi qırğınları həyata keçirilməsi. Hansı ki, açıq idi da, yəni onların o dini lideri... 10 minlərlə soydaşımızı məhv ediblər. Öldürə bilmədiyinizi atın dənizə. O dövrdə çox ciddi faciələr olub. Xocalı faciəsi qədər faciələr yaşanıb o dövrdə. 10 minlərlə soydaşlarımızı məhv ediblər. Və Türkiyə Cumhuriyyəti də gedib orada soydaşlarımızı xilas eləmək üçün. Bəli. Və orada bugün də qarantor bir dövlət kimi orada öz varlığını ortaya qoyub və eyni zamanda bilirsiniz, orada iki dövlət qarantor dövlətdir. Bir də İngiltərə qarantor dövlətdir. Bilirsiniz ki, Kıbrıs Türk Cumhuriyyətinin vətəndaşlığı iki dövlətdə tanınır. Bir İngiltərədə, bir də Türkiyədə. Belə bir durumda siz götürüb qərar verəsiniz və Türkiyəni dünya dövlətlərinə qarşı qoyub və dünya dövlətlərinin etmədiyi bir xəyanəti siz gerçəkləşdiribsinizsə, sizin nə adı vermək olar? Bu qərardan Özbək xalqının xəbəri varmı Zahir bəy? Yox. Təbii ki, Özbək xalqı istəyər belə bir şey olsun. Yox. Qazaq xalqı istəyərmi? Bizim uçağımız Aktuada inəndə, qəziyə uğrayanda, orada xalqın Azərbaycana olan sevgisini hamımız gördük, doğrumu? O xalq istəyər ki, Türkiyə qarşı bir xəyanət olsun. Qazaxıstanın Türk dünyasına xəyanətini eşitmək istəyərlərmi? Yox. Bugün Qazaxıstan aydınları, xalqı hansı acıları yaşayır? Siz o acıları onlara niyə yaşatdınız? Və eyni zamanda təbii ki, mən Türkmenistanın o sərdarı var, onun haqqında danışmaq istəmirəm, o Çıppulu. Eşidirsənmi? Amma Sərdar Gül Məhəmmədov, onun haqqında danışmaq istəmirəm, o heç adı çəkiləsi adam deyil. Amma Şövkət Mirzoyevin belə bir xəyanət siyasətinin içərisində yer alması hələ də məni şaşırır. Hələ də mən düşünürəm ki, Şövkət Mirzoyev bu addım atmamalıydı. Mən Qazaxıstanın bağımsızlığında böyük fədakarlıq göstərən, Qazaxıstanı milli dövlətə çevirən Nazarbayev və Tokayevin xəyanətini bildiyim halda Tokayevdən hər addım atacağını gözləyən adamım. Amma Şövkət Mirzoyev hər kəsi şaşırmışdır. Şövkət Mirzoyevdən bugün heç mən danışmaq istəmirəm. Dilim gəlmir ki, mən onun haqqında nə danışım. Mən Özbək xalqının türk olduğunu nə qədər və türkül uğruna nə qədər mücadilə apardığını bilən bir adamam. Mən Özbəkistanda insanlarımızın nə qədər türk bilincində olduğunu bilən adamam. Özbəkistanın Türkiyə, Azərbaycana sevgisini bilən bir adamam. Amma Özbəkistanın bugün adı xəyanət içərisində çəkilirsə, mən hesab edirəm ki, bu anlaşılmaz bir durumdur. Necə oldu ki, Şövkət Mirzoyev belə bir yanlışlıq oy verdi? Nə baş verdi? Təbii ki, biz o səbəblər haqqında danışacağıq. Amma hadisə belədir, Zahir bəy. Hadisə odur ki, bugün təbii ki, Kiprdə böyük elçi tanımayan Qırğızistan hələ atamayıb, amma Səmərqənd bəyannaməsini imzalayıb. Və eyni zamanda təbii ki, əhalisinin yarısından bəlkə də çoxsu türk olan Tacikistanın da Tacik anlayışınla, Fars anlayışınla bir sənədə bizə qarşı bir mövqe sərgiləməsini mən doğal qəbul edirəm. Məni hər kəsə bilməlidir ki, Tacikistan adında heç zaman bölgə olmayıb. Heç zaman Tacik adına bir dövlət, orada bir varlıq olmayıb. Sovetlər Birliyi Tacikistanı Qafqazda Ermənistanın nə məqsədlərlə yaratdıqları üçün yaradıblar. Biz onun
yaranma fəlsəfəsini bildiyimizə görə bugün təbii ki, Tacikistana söz demirik. Amma bugün Türk dünyasının taleyini həll edən 3-4 mərkəzdən biri Daşkənd olduğu halda Daşkəndin bu adını şəxsən heç kəs gözləmirdi. Bu baxımdan da Tokayev, bilirsiniz, hələ Sovetlər Birliyində Çində eğitim alıb. Bilirsiniz, hər halda xəbərinizi. Çində səfir olub, Sovetlər Birliyinin. Və Çinlə çox sıx ilişkiləri var. Bugün Türk dünyasına xəyanət edən Tokayev illərdir Qazaxıstan torpaqlarını Çinlilərə satmaqla məşğuldur. Böyük etirazlar yaranıb. Hətta Qarabağ savaşın olmadan öncə, biz torpaqlarımızı azad etməmizdən öncə bu 2019-cu ildə prezident seçilmişlər halda. Hüseyin adlı tamaşaçımız yazır ki, Makron özbək dilində danışanda anladım ki, Özbəkistan əldən getdi. Onlara gələcək. Amma Tokayev prezident seçiləndə bilirsiniz, Ermənistan haqqında, ermənilər haqqında nə demişdi? Biz eyni soydan olan bir millətik demişdi ermənilərə. Allah Allah. Böyle. Həmin Tokayev. Necə soydan? Hər kəs onda yazır ki, ermənin nə vaxt düşdü. Mən də dedim, yəqin Firidun Cəllovun kitablarını oxuyub. Firidun Cəllov demir ki, ermənilər, haylar ayrıdır, ermənilər ayrı, ermənilər türkdür. Bilirsiniz də, onun elə bir anlayışı var. Dedim, yarın hər halda Tokayev Firidun Cəllovun kitablarını oxuyub hesab edir ki, ermənilər türkdürlər. Amma təbii ki, bu heç o kitabı da oxuyan deyil. Sadəcə o, Azərbaycana və Ermənistana fərq qoymayan bir Tokayevdir. Həmin Tokayev ki, Nazarbayevə xəyanət elədi. 2022-ci ilin yanvar ayında Gürcüstanda bir xalq ayaqlanması oldu. Yadınıza gəlirmi? Qazaxıstanda. Qazaxıstanda. Bəli, bəli. Qazaxıstanda olan xalq ayaqlanmasını Moskva təşkil eləmişdi. KTMT-nin ordusunu saldılar ora. Ordu girdi, sonra Çin və Moskva anlaşdı. Nazarbayevi sıradan çıxarmaq qərarına gəlir, çünki Nazarbayev Türk birliyi deyən liderdir. Bəli. Türk dövlətləri birliyi deyən lider olduğuna görə Nazarbayevin də ölkədə olan nüfuzunu sarsıtmaq, milləti lidersizləşdirmək siyasətinin içərisində yer alan bu Tokayev Nazarbayevin bütün nəslini, sülaləsini həbs elətdirirdi. Onun bütün tarixini sildirirdi. Nazarbayeva qarşı böyük bir soyqırım gerçəkləşdirirdi. Yəni bütün onun məfkürəsinə qarşı. Belə bir adamın qarşısında o zaman bilirsiniz Sayın Erdoğan durdu. Nazarbayevi dəvət etdi Antalya sammitinə, diplomatçılarını xatırlayırsınız mı? Tam yadımda. Və onun reabilitasiyası üçün Sayın Erdoğan'ın böyük bir rol oldu. Bəli. Və Tokayevin Nazarbayevə qarşı olan xəyanəti %90 qarşı alındı və Nazarbayevin ən yaxın qohumlarını yavaş-yavaş cəzaevlərindən çıxartdılar. Amma Nazarbayev adına nə var idi, hamısını silməyə başlamış. Bilirsiniz, belə bir Tokayev ilk öncə Böyük Türk millətinin bir parçası olan Qazax türklərinə qarşı xəyanət edib, onun tarixi şəxsiyyətlərinə və insanlarına qarşı düşmənin edə bilməyəcəyi bir addımlar atırsa, təbii ki, bugün onun liderliyində Çin sevdalı bir Tokayev, Putinin əlaltısı olan bir Tokayev belə bir addım atmağını mən ondan deyirdim ki, gözləyirdim. Bundan betərini ata bilər Zahir bəy. Amma təbii ki, nələr olacaq indən belə, o ayrı bir mövzudur. Amma mən yenə buradan Şövkət Mirzəyevə səslənmək istəyirəm. Sayın Mirzəyev, biz sizdən belə bir addımı heç gözləmirdik. İnanırıq ki, yaxın günlərdə siz yenidən fikirləşib qərarınızı dəyişəcəksiniz. Mən inanıram ki, Şövkət Mirzəyev bu adımı atacaq. Mən Tokayevdən bu adımı gözləmirəm Zahir bəy. Tokayevin cavabını Qazax xalqı verəcək. Qısa zamanda, sokaklarda cavabını verəcək. O ayrı bir mövzudur. Amma Şövkət Mirzəyevin mən inanıram ki, siyasətində yanlışlığını yaxın zamanda sərgiləyəcək. Mən təbii ki, Türkmənistan haqqında danışmaq istəmirəm, amma Qırğızstanın o prezidenti Sadir Japarov, eləmi? Sabirdir, Sadirdir. Bəli, Sadir Japarov. Bəli. Onun və sən böyük Türk dünyasından danışırdın. Japarov. Atayurdu deyirdin. Manas simpoziumları gerçəkləşdirirdin.
Nə oldu? Sən birdən-birə Türk dünyasına, böyük Türk millətinə qarşı bir dənə qırmızı kart göstərdin. Və eyni zamanda sən bilirdin ki, bu addımların arxasında kimlər və nələr durur. Təbii ki, belə bir durumda bugün Türkiyə və bu qərarın Zaur bəy siyasətini heç nə dəyişənməz. Türkiyə qolunu vuran dövlətdir. Zaur bəy, bu 12 milyard nə məsələdir? İstəyərdim buna aydınlıq. Zaur bəy, orada çoxsu deyir ki, dövlətlərə ki, Avropa Birliyi rüşvət verir. İndi o təbii ara söhbətləridir. Avropa Birliyi bu 12 milyard dolları və evronu daha doğrusu, haradasa 13 milyard məncə dollar eləyir. Paranı ayırıb ki, orta quşaq, yəni orta yol bu İpək yolunun yapılanmasında bu puldan istifadə etsinlər. Çin və Avropa arasında olan təbii ki, İpək yolu nəqliyyat xəttindən söhbət gedir. Bakının üzərindən keçən təbii ki, söhbət gedir. Kuzey Rusiyadan yollar qapalıdır. Güneydə bilirsə Əfqanistan üzərində də orada sorun var. Orta quşaq təbii ki, Xəzər üzərindən Bakı və Türkiyə üzərindən Avropaya keçir. Yaxşı, siz o paranı aldınız və eyni zamanda Avropa ilə əməkdaşlıq elədiniz. Və o aldığınız para, çəkdiyiniz yollar hansı ölkələrdən daşımaçılığı gerçəkləşdirəcək? Azərbaycan və Türkiyə üzərindən. Və sən Türkiyəyə qarşı çıxırsan. Və sən də eyni zamanda yol çəkmək üçün maddi imkanlar əldə etmək üçün sənə vəsaitlər verilir. Sən bilmirsən bu yol axırda Türkiyədən keçəcək Avropaya. Türkiyədə yolu bağlasa sən nə qayıracaqsan? Çinin özü, Çin, sən özün İran adlı fars-faşist çətəsini qoruya bilmirsən. Sənin Avropaya çıxışın Türk dövlətlərini sonra təbii ki, bizdən onları ayırdın. Və Azərbaycan sonra Türkiyə gəlir. Sən hara gedəcəksən? Bugün Netanyahu Bakıya gəlmək üçün o gün xəritəyə fikir verdiniz. Türkiyə icazə vermədi öz ərazisindən. Nə Suriyadan, nə də Türkiyədən. Hardan gəldi Zaur bəy? Mən xəritəsinə baxdım. 1-2 saatlıq yol 5 saat olub. Nümayəndələrin gəlişinin. Yaxşı, siz Türkiyə yolları sizə qapatsa və sizin də Avropa sevdanızla Türkiyə elədiyiniz xəyanət qarşılığında siz o imkanları hardan əldə edəcəksiniz? Siz Türkiyəyə deyəcəksiniz ki, biz əmr edirik, sən yola aç. Sən bu cəsarətlə bu xəyanətə girişirdin. Sən bilirsən nələr eləmişsən. Amma nədən etdilər maraqlıdır Zaur bəy? Biz təbii ki, o dövlət başçıları, o dövlətin başında oturublarsa ən azı nə etdiklərini bilirlər. Xəyanətin də hansı dozda olduğunu da bilirlər. Amma niyə atdılar maraqlıdır Zaur bəy? Bəli. Niyə atdılar maraqlıdır? Şövkət Mirzəyevdən öncə təbii ki, bizim diktator dediyimiz İslam Kərimovu bəyənmədiyimiz Kərimov Ermənistan, Azərbaycan savaşına görə Ermənistanla diplomatik əlaqələr qurmadı. Hətta 90-cı illərdə GUAM-ın yaranmasının təşəbbüskarlarından biri idi. Bəli. Belə bir deyək ki, Özbəkistan birdən-birə nə baş verdi? Hansı sərmayə rol oynadı? Kimlər burada iştirak elədi? Təbii ki, biz ona da aydınlıq gətirməliyik. Millətimiz ən azı xəyanətin konturlarını da bilməlidir ki, nə baş verir. Zaur bəy, hər halda son Antalya diplomatik forumundan öncə Sayın Əliyevin adada bir uluslararası yeni dünya düzənində bir toplantı gerçəkləşdirirdi. Orada ciddi açıqlamalar verdi. Diqqət etdiniz. Həm Kuzey Kıbrıs Türk Cumhuriyyətinə bağlı, həm də Türkiyə ilə ilgili. Və Türk dünyasını təbii ki, hədəfləyən Türkiyədən söhbət gedir. Orada Kuzey Kıbrıs Türk Cumhuriyyətinin tanınması uğrunda mücadilə aparacağımızı Azərbaycan adına dilə gətirdi. Bu təsadüf deyil idi. Təbii ki, dövlətlərimiz bilirdi ki, belə bir xəyanət baş verib. Öncə səfirliklər açılıb. Dostumuz, bizi izləyən dostlarımızdan biri də yazmışdı. Ondan öncə, daha öncələr bu Macronun, Avropanın klubunun bugün aparıcı lideri Macronun küresel mafyanın Avropadakı təmsilçisi birbaşa ən etibarlı adamı
Makronun Qazaxıstan, Özbəkistana səfəri. Sonra Özbəkistan liderinin yaxın zamanlarda Fransaya səfəri zamanı Makronun əldən ayaqdan getməsi, Mirzəyevə böyük ilgi göstərməsi, türkçə danışması, özbək türkçəsində. Təbii ki, mən hesab edirəm ki, bəlkə də Mirzəyevi özündən çıxartmışdır, hallandırmışdır. Verilən vədlər və ona qədər təbii ki, ayrı-ayrı təkliflər də olub. Amma mən hər birinə demək istəyirdim ki, Makron ona görə sizə o ilgini göstərirdi ki, ortada Türkiyə var. Siz Türkiyə xəyanət etməsəydiniz, ümumiyyətlə siyasətdə Türkiyə obrazı olmasaydı, sizi adam yerinə qoymazdılar. Sizi ona görə o ilgini göstərirdilər ki, sizdən yararlanıb Türkiyə qarşı vazələr, Türk birliyini əzəcəklər. Amma siz o fitnə çətələrinin qurduğu təliyə düşdünüz. Nədənləri çox maraqlı olacaq, Zahir bəy. Bu baxımla da mən gerçəkdən də baş vermiş hadisəni Türk dünyasının tarixində ən qara ləkələrdən birisi kimi sayıram. Və inanıram ki, bu addım Türkiyə xalqını, Azərbaycan türklərini və bütünlüklə Türkistan coğrafiyasında olan bütün soydaşlarımızı üz-üzə gətirməyəcək. Hər yerdə Özbək türklərini, Qazax türklərini, Qırğızistan, Türkmənistan türklərini sevəcəyik, bağrımıza basacaq. Onların güclənməsi uğrunda mübarizə aparacaq. Onlarla sıxı işbirliyimizi daha da gücləndirəcəyik. İndən belə daha ağıllı davranacaq Zahir bəy və xalqımızı biz milli bütünlüyünə zərbə vurulmasının qarşısında duracaq. Düşmən güclərin əlinə biz oynamayacaq. Biz düşmən güclərin əlinlə vurulan zərbələri dəf edəcək və onları sıradan çıxaracaq. Amma eyni zamanda bugün gəlin qəbul edək ki, Suriyada gedən kürəsəl oyunların qarşılığında Türkiyənin dik duruşu, Azərbaycan-Türkiyə birliyinin bugün dünya siyasətində olması mənzərəsində Türkiyəmizə qarşı olan baskıların içərisində Türkistan, Türk dövlətləri tərəfindən bizə qarşı açılmış atəş olduqca ağrıdıcıdır. Biz düşmən gülləsi bizə atsa biz sevinərik. Cahangir bəy, tamaşaçılarımız da burada soruşurlar ki, nə oldu? Bundan sonra Türk Dövlətlər Təşkilatının taleyi necə olacaq? Zahir bəy, Türk birliyi mütləqa olacaq və Türk dövlətlərinin dövlət anlayışına qarşı heç kim çıxış edə bilməyəcək. Amma bu başdan bir cümlə deyirəm, Zahir bəy. Türkiyə-Azərbaycan birliyi Turan olaraq Türk dövlətlərini yenidən Türk birliyində birliyini yüksəkləşdirəcək. Türk-Azərbaycan birliyi, Zahir bəy, İran adlanan Azərbaycanı türkləşdirəcək. Türkiyə-Azərbaycan birliyi Türkistan coğrafiyasında olan, qarşımıza çıxan, Türk birliyinə qarşı iradə sərgiləyən siyasi iradəni sıfırlayacaq. Deməli, Cahangir yazır ki, Zahir qardaş, bayaq baxıram, Alaş adında oğlan, yəni hansısa bir... Alaş Qazaxdır, Qazax, hə, adında bir oğlan öz hakimiyyətlərindən nələr dedi? Deyir, satdıq biz Türk qardaşlarımızı. Düz deyir, artıq Qazaxıstanda ciddi etirazlar baş verir. Mən xalqdan danışıram. Biz xalqımızı dəstəkləyəcək Qazaxıstanda. Mən inanıram ki, Qazaxıstanda xalq qısa zamanda öz sözünü deyəcək. Tokayev siyasi səhnədən gedəcək ilk, Zahir bəy. Amma Mirzəyevlə fərqli düşünürəm. Mirzəyev geri çəkilməlidir. Ona görə mən fikirlərimi səsləndirdim. Amma Tokayev xəyanəti cavabsız qalmayacaq. Tokayev artıq Turan hərəkatı tərəfindən arzu olunmaz lider kimi hesab edilir. Tokayev Azərbaycana gələrsə onun haqqında böyük plakatlar açılacaq, hər yerdə onun əleyhinə kampaniya aparılacaq. Çünki o bizə qarşı olan bir iradədir. O utanan sıfatı varsa gələr Türk dövlətlərinə gəlməyə. Zakir Məmmədli deyir ki, bizim qardaşlığımız nə Mirzəyevə, nə də Tokayevə görə qurulmayıb. Qurulmayacaq da. Bəli, Firuzə Qaralova deyir ki, çox maraqlıdır. Türkiyə bu hadisələrə münasibət bildirmir. Niyə? Türkiyə sorunlu dövlətdir, Zahir bəy, Türk dövlətlərinin birliyinin qurulmasında. Bugün böyük bir zərbə alıb. Hər halda onlar səfirlik açanda diplomatik yollarla deyə eləməyin. Səfərlər edəndə, onlara böyük ziyafətlər veriləndə, şənlərinə gözəl sözlər deyəndə
deyib ki, aldanmayın. Sammit hazırlaşanda da sammitə Türkiyə 100% Türkiyə onlara deyib ki, burada xəyanət var, etməyin. Bütün bunlara baxmayaraq bu addım atıblar, Zahir bəy. Ona görə bugün Türkiyə dövlət olaraq bu məsələnin üstünə getmir. Və hesab edir ki, bu dövlətlər arasında olan bu xəyanət siyasəti də iştirak edən, adı bizdən olub, özü bizdən olmayanların apardığı siyasət bizi müəyyən mənada münasibətlərimizi ədələyə bilər deyənə Türkiyə çox həssas davranır, Zahir bəy. Amma Türk aydınları meydanda olmalıdır. Bugün Azərbaycanda, Türkiyədə, dünyada bütün Türk aydınları bu xəyanət haqqında danışmalıdır. Bu xəyanət hər kəsə dərs olmalıdır, Zahir bəy. Belə bir xəyanət heç birlidir. Heç bir partiya rəhbəri və istənilən bir vətəndaş həyata keçirə bilməz. Bugün xəyanət edən, dövlətlərimizin əleyhinə işləyən adamları casusluq adından, Zahir bəy, biz həbs edə biliriksə, dövlət başçısının böyük bir casus fəaliyyəti niyə cavabsız qalmalıdır? Yox, elə deyilmi? Bu baxımdan mən də hesab edirəm ki, məsələ olduqca ciddidir və eyni zamanda dostlarımız gözəl sual verdilər ki, səbəb nə oldu axı? Niyə bu addım atdılar? Doğru mu? Gerçəkdən çox həssas bir məsələdir. Çox həssas. Bilirsiniz ki, Türk birliği yaranan bütün dünya bu birliğin olmamasına çalışırdı, hatırlayırsınız. Ama herkesin kafasında bir hesap var idi. Putin derdi ki, Türk birliğini mənim üzerimden kurun, icazə verin kurulsun. Çin derdi, mənim üzerimden kurulsun. Ya bak da biz danışmış, hatırlayırsan mı? İsrail de derdi ki, mənim iştirakımdan kurulsun. Amerika'da derdi ki, mənim iştirakımdan kurulsun. Yani mənim Türk birliğim olsun. Her birinin kafasında bir hesap var idi. Ama Türkiye təbii ki, Suriya olaylarının gerçəkləşdiyi bir zamanda və sonraki dövrdə bütün dünya sərgilədi ki, Türk birliği sizin iradənizin dışında böyük Türk millətinin iradəsində gerçəkləşəcək. Bu siyasət baş verdi. Təbii ki, dönəm Suriyada ayrı-ayrı oyunlar oynadılar ki, Türkiyənin uğurunu sıfıra indirsinlər. Çox addımlar atdılar. Federallaşdırmaq, Türkiyənin orada nüfuzunun güclənməsinə qarşı çıxmaq. Zaman keçdi, bunların heç biri başı tutmur. Türkiyə Suriyada olan uğurunla Orta Doğuda olan qələbəsini və gücünü nümayiş elətdirir. Belə bir durumda indi onlar deyir ki, indi biz sənə dərs verərik. Dərsi kim verir bugün Türkiyə? Əslində. Birinci, Zahir bəy, Orta Doğunu qarışdıran qüvvələr və hədəf və məqsədləri Orta Doğu projesi adı altında bir neçə dövlətlərin əlavə yaranması və bütünlüklə bölgəni ələ keçirib Türkiyəyə qarşı ərazi iddiası edib Türkiyəni də dövlət kimi sarsıtmaq istəyən küresel mafiya. Amerikada oturan Biden mafiyası. LGBT mafiyası başda duran gücdür. Trilyonları olan para baronları o işin içindədir. Onların yanında, onların Avrupa'da klubu Avropa Birliği, doğru mu? Onların en yakın sermaye koydukları ülke kimdi? Çin. Onların Orta Doğu'nun karıştırmasında iştirak eden gücü haradı? Kimdi? Siyonizmi. Ben İsrail xalqını demirəm ha. Siyonizm. Bunlar bir yerdədir. Bunlar Türkiyənin uğrundan, Türk dünyasının uğrundan narahatdır. Bugün bu prosesdə bunların hamısı iştirak edir, Zahir bəy. Necə? Siz fikir veriniz, Azərbaycana çalışdılar ki, İsrail-Azərbaycan münasibətlərindən Türkiyəyə qarşı qoysunlar. Türkiyə mediasında siz bunu mənlə bərabər bir neçə dəfə müzakirələrdə iştirak eləmişik, canlı şahid olmuşsunuz, doğrudurmu? Nə qədər troll ordusu var. İsrailin Türkiyədə və Azərbaycanda saxladığı troll ordusu. Maksimum çalışırdılar ki, Azərbaycanı Türkiyəyə qarşı qoysunlar, Türkiyəni Azərbaycana qarşı qoysunlar. Azərbaycanı İsrailin dostu kimi təqdim edib, Türkiyə, Azərbaycanla Türkiyədə düşmənçilik yaratsınlar. Bu ana xətt idi. Amma təbii ki, biz İsrailin də Azərbaycana sevgisi haqqında çox danışmışıq. Niyə sevir? Hansı məqsədlərlə sevir? Niyyəti nədir? O haqda da biz zaman açıqlamalar vermişik. Bugün onların
düşündükləri və zaman zaman bizim dilə getirdiyimiz siyasətin mahiyyəti ortaya çıxır Zahir bəy. Tam mənada. Ona görə Azərbaycan Cumhurbaşqanı Sayın Əliyev dedi ki, təbii ki, İsrail Azərbaycanla dostluq. Bizim bir sıra deyək ortaq çalışmalarımız var, amma aması var. Bəyan etdi ki, Türkiyə qardaş və müttəfiq dövlətdir. O nə deməkdir? İsrailə mesaj verdi Zahir bəy, Sayın Əliyev. Çoxsu bunu fərqli yazmağa çalışdı. İsrailə mesaj verdi ki, sən bu dostluğu davam etmək istəyirsənsə, Türkiyə olan düşmənçiliyindən imtina eləməlisən. O mesajı verdi ki, sən bu düşmənçiliyi davam etsən, mən sənin dostluğun olmayacam. Bəli. Mövzu bundan gedir. Dostluğa görə qardaşdan imtina olunmur. Zahir bəy, əslində sən dostsansa, mənim qardaşımı niyə vurursan? Bəli. Mənim qardaşımı vurursansa, məndən dost deyilsən də o. Deməli, sən məndən dost deyilsən. Dildə dostsansa, mən onu artıq imtin edirəm. Elə deyil, mən deyirəm, xeyr, mənim qardaşımı niyə vurursan? Bir yerdə olduğumuz adamı vurursan, məndən necə qardaş ola bilərsən? Sayın Əliyev bu iradəni qoydu. Və təbii ki, bu iradə bugün Türkiyədə böyük rəğbətlə qarşılanıb. Siz onu sosial şəbəkələrdə, televiziya proqramlarına yəqin hiss edirsiniz, görürsünüz Zahir bəy. Bu baxımdan mən sonra artıq Azərbaycan haqqında çox fərqli. Sayın Əliyevin bu iradəsi hər zaman Azərbaycan İsraillə belə yaxındır. Azərbaycan İsrailin yan dövləti də obraz yaratmaq istəyirdilər. Bundan da İran yararlanırdı bizi vurmaq üçün. Çünki eyni mərkəzlidirlər axı. Bəli. Eyni mərkəzlidirlər. Bu siyasət iflasa uğrayıb Zahir bəy bugün. Bu siyasət iflasa uğradığını, dünya çapında iflasa uğradığına görə artıq Azərbaycan və Türkiyənin birliyi tam mənada ortadadır. Bugün Azərbaycan olan yerdə Türkiyə var, Türkiyə olan yerdə Azərbaycan var, bunu hər kəs görür artıq. Və eyni zamanda Sayın Əliyev bildirdi ki, nəinki biz Kuzey Kıbrıs Türk Cumhuriyyətini tanıyacaq, eyni zamanda bir açıqlama ver ki, tanıtdırmaq uğrunda mübarizə aparacaq. Bu ciddi bir açıqlamadır Zahir bəy. Bu baxımdan mən son açıqlamasına görə və indiyə kimi apardığı siyasətə görə daxilimizdə olan bütün o nöqsanlar artıq böyük mənada mənim gözümdə görünmür Zahir bəy. Mən Sayın Əliyevə təşəkkürümü bir daha bildirirəm. Bu, dünya dövlətlərinin içərisində Azərbaycan adına, Türk adına olan bir qürurun nümayişiydi, bir iradənin nümayişiydi. Belə bir mərhələdə Zahir bəy, biz öz dəyərimizi artıq tam mənada bilməliyik. Kim olduğunu artıq biz bilirik. Bu baxımdan siz fikir verdiniz, Antalya Diplomatiya Forumunda Sayın Erdoğan'ın Əhməd Şara ilə olan görüşü, Azərbaycana dəvət etməsi, ondan sonra Azərbaycan Dışişlər Bakanı Ceyhun Bayramovun Suriya Dışişlər Bakanlarının təkrar telefon danışıqları, ortaq əlaqələr, ilişkilər və gələcək işbirliyimiz. Bu, Suriyadan söhbət getmir Zahir bəy. Bugün Suriya artıq Türk dünyasının bir parçasıdır. Bugün Kıbrıs Türk dünyası üçün, Azərbaycan üçün, Türkiyə üçün nə qədər rol oynayırsa, artıq geosiyasi və dünya siyasətində Suriya ondan geri qalmır. Sayın Erdoğan'ın diplomatiya forumundakı çıxışında necədir? Dedi ki, Suriyanın təhlükəsizliyi Türkiyənin təhlükəsizliyi. Türkiyənin də təhlükəsi Azərbaycanın təhlükəsizliyidir. Şuşa bəyannaməsinin maddəsidirmi? Bəli. Şimdi Zahir bəy, burada mövzu və qlobal baxımında mən nəyə gətirirdim? İsrail dedim, başta küresel mafya, para baronları, Avrupa Birliği, kulüp, LCPD'nin klubu. Evet. Trump onlarla Amerika'da muharebe aparır mı? Onların en büyük sermayesi da Çin'dedir, doğru mu? Çin'le muharebeni aparır mı? Bugün de haberin olsun, vergi faizini 245'e kaldırdı. Bugün. Dün ne kadar 145 idi, böyle oldu 245. Böyle bir savaş aparır mı? O çeteyle. Avrupa Birliği'nin Macron çetesine karşı Amerika'nın Trump Amerikası muharebe aparır mı Zahir bəy? Ve aynı zamanda Netanyahu Amerika'ya gedəndə Netanyahu ne dedi? Dedi ayağını denk al, Tayyip Erdoğan'dan kəlləşmə. Dedi demedi. Bununla yanaşı Zahir bəy, dikkat edersiniz ki Tokayev xəyanətinin arkasında Avrupa sermayesi dursa da ona güc veren, ilham veren Çin'di. Tokayev Çin iradəsindən bu xəyanətdə iştirak etmiştir. Qararı küresel mafya vermiştir. Avrupa Birliği'ni Macron simasında hərəkətə gətirən küresel mafya olmuştur. Çin üzərindən də baskı uygulamıştır. Tokayev də Türkistan Türk dövlətlərinə baskı uygulamıştır.
Və eyni zamanda sərmayəsindən Çin Özbəkistana və digər dövlətlərə ciddi təsir eləmişdir. Özəlliklə Qırğızstana bugün sərmayə ehtiyacı olan bir cumhuriyyətə. Amma heç bir sərmayə ehtiyacı olmayan Türkmənistan, sən nə gəzirdin orada? Sənin sayəndə Rusiya ayrı-ayrı dövlətlər milyarder olub, trilyonlar qazanıb. Sən nə gəzirdin bəs orada Sərdar və onun dədəsi, atası? Bunlar ciddi məsələlərdir. Hansı şəbəkələr sizə rəkəcədir? Və təbii ki, Zahir bəy, gəlin burada bir məsələni də etiraf edək. Bizim artıq vaxtımız oldu. Bir məsələni etiraf edim, dayandıraq. Bəli. Moskva bu işə göz yummasaydı, razılıq verməsəydi, bu xəyanətlə baş vazir. Elə burada tamaşaçılarımız yazırdı ki, Çin və Rusiyadan idarə olunur. Rusiya Suriya kisasını almaq üçün burada sustu. Bəli. Və Türkiyə dedi ki, Türk dövlətlərinin, Türk birliyini qurmaq istəyirsənsə, mənim üzərimdən qurarsan mesajını verdi. Amma biz də Biden Amerikasına, LGBT Amerikasına, Azərbaycanda Türkiyədə olan kuklalarına, Avropa Birliyinə, Siyonist İsrail'lə, Netanyahu Siyonizmlə və Çinə də mesaj veririk. Sizin kuklalarınızı Türk milləti siyasi səhnədən siləcək. Vallahi biz elə burada Candar bəylə birlikdə bu mənə belə gəlir, qənaətə gəlirik və bunu da bölüşürük ki, bu dövlətlərin nə edib etməsindən asılı olmayaraq bizim millətimizin olan birliyimiz artıq Turan qurulub. Bəli, Avaşlar meydandadır Zahir bəy. Özbək aydını meydandadır və bilinçli aydın var. Qazaxıstan milli şuurda çox irəlidir. Qırğızistan irəlidir. O iradə o dövlətlərdə sözünü deyəcək. Bəli. Bizə qarşı olan, Türk birliyinə qarşı olan siyasət barmadağını edəcəklər Zahir bəy. Mən buradan böyük Türk millətinə bu sınaqdan keçəcəkləri gün üçün indidən başarılar dilirəm və biz qalib gələcəyik. Mən də sizə təşəkkür edirəm. Sağ olun Zahir bəy. Gəldiyiniz üçün və bu fikirləri paylaşdığınız üçün. Əziz dostlar, dəyərli izləyicilər, daha bir canlı yayın buraxılışımızın sonuna gəldik. Sonda diqqətinizə görə hər birinizə təşəkkür edirəm və yayımı bəyənib paylaşmağınızı, eyni zamanda öz fikirlərinizi yayımın altından yazmağınızı xahiş edirəm. Gəlin nə olur olsun, hər şey Azərbaycan üçün, hər şey vətən üçün, hər şey Türk birliyi üçün deyək, sağlıqla qalın.